Mən belə baxıram, bugün dövlət adına dəlalət edən tək bir dənə ortada fakt sübut yox ki, deyərsən ki, bax, burada dövlət göründü. Yoxdur. Əvəzində nə var? Kolxozlar var. Məktəb adında, nə bilim, idarə adında, nazirlik adında, yazıçılar birliyi adında, jurnalistlər birliyi adında kolxozlar yaradıblar. Kolxozlara da harada tələddüz axmağa vara, nə bilim, yığıblar oraya. Hamısı da vergi, möhtiyatım, hamısı da puldur, rüşvətdir, ondan nə bilim, nədir, filandır, yaxşı maşın almaqdır, maşın kolleksiyası, oğlanları, hamısı bunu, uşaqları, yarısı Ankara'da, yarısı nədir, Antalya'da, yarısı İstanbul'da, yarısı İngiltere'de, yarısı Washington'da, yarısı Dubai'da. Ha, bu milletin balaları da ortalıkta belə. Bildin mi? Ona göre ben biraz çok narahatam. Ben ülkemizin ve devletimizin, milletimizin geleceğinden çok narahatam. Çok narahatam. Ve her zaman da ben bunu diyeceğim. Sen sabah gelip ben güllələsinlər, ben vecimizi de döy. Adam bir gün hamımız öləcək də. Ama bu kadar dedim ya, bizim Ramiz Mehdiyev derdimiz yoktur. Ramiz Mehdiyev bu milletin başına dert edenler zahmet çeksin, altından çıksınlar. Bizim Eldar Mahmudov derdimiz yoktu. Bizim Hacı Mahmudov derdimiz yoktu, olabilmez. Ama bunların hamısını ferd olarak bu milletin başına müsallat edenler kim olur? Gitsinler, zahmet çeksinler, milletin qabağında hesap versin. Onun hesabını mən sən verməli deyilik ki, Ramiz Mehdiyev niye bilir? Ramiz Mehdiyevin belə elədiyini bilməli olan və buna qarşı gəlməli olan qurumlar var, təşkilatlar var, bir də fərdlər var. Kim cavab verməlidir? Xahiş edirəm, açıqlama verin. Nədər kim cavab verməlidir? Birinci İlham Əliyev cavab verəcək, ikinci də dövlətin qurumları var. İndi bu prokurorluq var, DTX var, Daxili İşlər Nazirliyi var, məhkəmələr var. Bu cavab mən verməli deyirəm ki, cavab. Mənə gündə bu informasiyaları ötürürsünüz. Müsavat qəzeti, Müsavat televiziyası. Gündə 10 dənə, 20 dənə rad atır. Şok xəbər, Ramiz Mehdiyev işindən, qohumları belə oldu, nə bilim, filan kəsdə Ramiz Mehdiyevin adamı çıxdı, filan kəsin Ramiz Mehdiyevin şəkili paylaşıldı, filan. Bunu mənim üzərimə axtırmaqla deyil ki, bəs bunun niyə kimi görməli olan və buna qarşı gəlməli olan qurumlar, təşkilatlar, nə bilim, nazirliklər, filanlar, komitələr nə ilə məşğul idi? Onlar cavab verməli. 125 deputat, 30 ildə oturan deputatlar. Yəni, təhsil deyirəm, deputatların özləri, bax, bir rəqam atırlar ortaya. Biri deyir 42 adam, biri deyir 50 adam, biri deyir 180 adam, biri deyir 1800 adam. Gündə adamın başı şişir ki, bundan nə danışırlar? Və kim verir bu rəqəmləri? Kimdir bu adamlar? Kimin xoşu gəlmir? Ramiz Mehdiyevin adamıdır. Şəkil çəkdi, paylaşdı, nə vardı? Kimin xoşu gəlmir? Ramiz Mehdiyevə bağlıyor. Kimin kini var, kimin nifrəti var, kimin qərəzi var. Hamı deyir ki, Ramiz Mehdiyevin adamıdır. Belə ölçü olmaz ki. Ramiz Mehdiyevin adamı olmamaq zamanında bunların dediklərinə inansaq, öz dediklərinə. Ramiz Mehdiyevin adamı olmamaq mümkün deyil, kəlləmə alardılar. Hamı da milyonlarla insan müharibəyə gedir, tək adam. Hamı da cəmiyyətdə qəhrəman deyil ki, bayraq götürüb Ramiz Mehdiyevin haqqında. Bax, bu gün deyilənlərdən hətta biraz ağırını yazmış, nə qədər jurnalistlər həbs olunub, gedin araşdırın, baxın. Nə qədər onun haqqında danışan məmurlar, öyle böyle ya həbs olunub, ya vəzifədən uzaqlaşdırılıb, ya danışan adamlar olub, baxı. Olub danışan adamlar. Ramiz Mehdiyev haqqında hər zaman danışanlar və yazanlar olub. Bəla burasındadır ki, zamanda Ramiz Mehdiyevin qabağında mil duran, fərəqət duranlar indi hamısı olar, danışan olardı. Mən də deyirəm də, mənim də Ramiz Mehdiyev dərdim yoxdur axı. Ramiz Mehdiyevi bizim bu milletin başına, o cümlə mənim vətən başıma müsəllət edənlər çıxsın, cavab versin. Niyə bunu dərdini mən çəkməliyim?